Salam əziz tələbələr, hər birinizi xoş gördük. Mən məntiq müəllimi Dövran Zəfərov. Bugün sizlərlə birlikdə rebuslar mövzusunda misalların izahına diqqət yetirəcək. Vaxt itirmədən birinci sualdan başlayaq. Çox takım. Yaxşı, postayla. Salam əziz tələbələr, hər birinizi xoş gördük. Mən məntiq müəllimi Dövran Zəfərov. Bugün sizlərlə birlikdə məntiqdən rebuslar mövzusuna misalların izahına diqqət yetirəcək. Rebuslar mövzusu qeyri-aşkar operator mövzusu ilə, sonra ardıcılıqlar mövzusu ilə oxşarlıq təşkil edir. Qeyri-aşkar operatorlarda biz operatorun solundakı və sağındakı ədədlər üzərində müəyyən əməliyyatlar aparırıq. Misal üçün kvadratı yüksəldirdik, toplayırdıq, hasilini tapırdıq. Rebuslarda isə biz operatorun üzərində yox, təbii ki, fiqurların içərisindəki və kənarındakı ədədlərdən müəyyən əməliyyatlar aparacaq. Vaxt itirmədən birinci misaldan mən sizə daha yaxşı olaraq izah edim, daha yaxşı siz də başa düşün. Misal üçün, 16-nı mən 4-ə vursam, edən isə 64. 64 bərabər olur 8-in kvadratına. 3-ü vursam 12-yə, dər 36. 36 bərabər olur 6-nın kvadratına. 28-i mən 2-sə vursam, bərabər olur 14-ün kvadratına, yəni 196-ya. Yazıram, 28x bərabərdir 196-ya. X də bərabər olur 196 bölüsü 28, yəni 7-yə. Cavabımız oldu B variantı. Keçdik ikinci suala. İkinci sualda rombun içərisində bizdə baxsaq 6 və 3 verilir. Biz 6 və 3-dən 18, 9, 3 və 2-ni almağa çalışacaq. 6 və 3-dən 18 almaq üçün ilk əməliyyatımız olar vurma. 6-nı 3-ə vursaq edər 18. 6-nın üzərinə 3 gəlsəm 9 edər. 6-dan 3 çıxsam 3 alınar. 6-nı mən 3-ə bölsəm 2 alınar. İkinizi də yerə yetirək. 8-i 2-yə vursam, baxıram bəli, 16 alınır. 8-in üzərinə 2 gəlirəm, 10 edir. 8-dən 2 çıxıram, 6 qalır. 8-i də bölürəm 2-yə, bərabər olur 4-ə. Onda gəlin həm iki əməliyyatı biz sonuncuya tətbiq edək. X y-in hasili bizdə 36-ya bərabər olmalıdır. 12-ni 3-ə vursam, baxıram bəli, 36 verir. Amma 3-ü 19-a vursam 39 edir. Demək ki, variantı yanlışdır. 6-nı 6-ya vuram 36 edir, doğrudur. 12-ni 4-ə vuram 48 edir. Demək ki, variantı da yanlışdır. 5-i 7-yə vuram 35 edir, bu da yanlışdır. Bizə lazım 36 lazım. Geri qaldı A və B variantı. X y-in cəmi bizə 15 verməlidir. 6 ilə 6-cı cəmi isə bizə neçə verir? 12 verir. Demək, B variantı da yanlışdır. X-in qiyməti oldu, baxın 12. Yerinə yazıram 12. Y-in qiyməti oldu 3. Baxaq görək, hər birində ödəyir ya yox. 12-ni 3-ə vuram 36. 12-ni 3-ün cəmi 15. 12-dən 3 çıxıram 9. 12-ni 3-ə bölürəm 4 alıram. Demək ki, X-in qiyməti oldu 12, Y-in qiyməti oldu 3. Yəni, cavabımız olur A variantı. Keçdik 3-cü suala. 3-cü sual qəbul-tipli bir sualdır. Yəni ki, qəbulda sıxlıqla düşən suallardan biridir. Baxın, biz birinci fiqurdan ikinci fiqurun içərisindəki ədədləri almağa çalışacağıq. Birinci fiqurda diqqət edirsək, boz xanalar var. Həmki boz xanalar ikinci fiqurda ədədlərlə əhatə olunubdur. Həmki ədədləri gəlin biz bozların yerinə götürək. Misal üçün, bura L yazaq, bura 3 yazaq, 6 yazaq, 3, 4 və 4. Bu 4-ü almaq üçün mən onun ətrafındakı, yəni 3 və 5-i toplayaram. Edər nesə 8. 2-yə bölsəm 4-ü alıram. Digərlərini yoxlayaq. 6 ilə 2-ci cəmi 8. Bölürəm 2-yə 4-ü alıram. 5 ilə 1-ci cəmi 6. Bölürəm 2-yə 3-ü alıram. 4 ilə 8-ci cəmi 12. Bölürəm 2-yə 6-nı alıram. Onda gəlin 6 ilə 2-ci cəmiyə getsin 8. 8-i 2-yə bölündə necə düşür? 4 düşür. Elin qiyməti necə oldu? Deməli 4 oldu. Bu elin qiyməti. Geri qalır kanun qiymətinin tapılması. İkinci fiqurdan da biz üçüncünün içərisindəki ədədləri almışıq. 3-dən 3-ün cəmi 7 aldı. Bölür 2-yə, baxın, neçə alırıq? 3 alırıq. 4-dən 4-ün cəmi 8. Bölür 2-yə, 4-ü alırıq. Demək ki, kanunun da qiyməti oldu 3. Kanun yerinə yazıram 3, elin yerinə yazıram 4. 4-dən 3-ün cəmi edir bizdə, baxın 7, yəni A variantı. Keçdik 4-cü suala. 4-cü sualda biz qeyri-aşkar operatorlar mövzusunda demişdik ki, bərabərliyin sağ tərəfinə ya özü kimi baxır, ya da onun tərsi kimi baxır. Misal üçün biz 13-ə 35 kimi, 35-ə 53 kimi baxa bilərik. 6-nı 7-yə vursam, edər 42. 42-nin tərsi 24. 5-i 7-yə vuram, 35. Tərsi 53. 9-u 4-ə vuram, edir 36. Tərsi 63 edər. Cavabımız olur 3, yəni C variantı. Keçək 5-ci suala. 5-ci sualda qayda kimi yadınızda saxlaya bilərsiniz.
Əslində rebusların xüsusi bir, spesifik bir qaydası yoxdur. Amma təbii ki, qısa yol kimi yadda saxlamaq olar ki, biz qeyri-aşırı operatorlara necə demişdik? Rəqəmlərin sayı 3 və 3-dən çoxdursa ilk əməliyyatımız olur toplama. Burada da həmişə qayda keçərlidir. Figurda baxın 1, 2, 3, 4, 5. 5 dənə rəqəmimiz və yaxud da ədədimiz var elə. Onda ilk əməliyyatımız toplama olsun. Yəni bunu vursam altından çıxa bilməli. Ona görə toplasaq ki, 9 ilə 1-in cəmi 10, 12, 13 də vur, 25. Alıram 25. 5, 1, 4 edir 10, 4 ilə 8-in cəmi 12. 10 ilə 12 cəmi 22. Gəlirəm bura, 2, 5, 9. Cəmi neçə etdir? 16. Üzərinə 3 gəlirəm, edir 19. Baxın, 25, 22, 19. Hər biri 3 vaid azalır. Yəni 25-dən 3 çıxanda qalır 22. 22-dən 3 çıxanda qalır 19. Onda gəlin 19-dan 3 çıxar. Deyək ki, figurun içərisindəki ədədlərin cəmi bərabər olsun 16-ya. 2 ilə 5-in cəmi edir 7. Üzərinə 8 gəlir 15. 15-in üzərinə 1 gəlsək, bərabər olar 16-ya. Cavabımız olur C variantı, yəni 1. Bunu yazmışkən, burada maraqlı bir sualımız var, 9-cu sual. Qayda ilə eynidir. Nə demişdik? Rəqəmlərin sayı 3 və 3-dən çoxdursa ilk əməliyyatımız olsun toplama. Üstüzanın içərisindəki ədədləri toplasaq, 9, 1, 4. Neçə verir bizə? 14 verir. Yazıram 14. K vardı deyə bu üstüzağı saxlayıram. Burada isə M vardı, bu üstüzağı saxlayıram. Sonunda üstüzanın içərisindəki ədədləri toplayıram. 2, 5, 7. Cəm neçədir? 14. Baxıram, birinci üstüzağın cavabı 14, sonuncu 14. Deyirəm ki, digərlərində rəqəmləri cəm etsin elə 14. 6 ilə 3-ün cəmi 9. Üzərinə 5 gəlsəm, edər 14. 8-dən 0, 8. Üzərinə 6 gəlsəm, 14-ü alıram. K-nın qiyməti oldu 5, M-in qiyməti oldu 6. 5-i 6-ya vursaq, bərabər olaraq 30. Cavabımız olur, baxın, D variantı. Bunlar təbii ki, qısa yollardır. Bütün misallarda keçərli olacaq deyilə bir şərt yoxdur. Sadəcə ilk əməliyyat kimi bunlar yerinə yetirsəz, daha məqsədə uyğun olar. Keçirəm 11-ci suala. 11-ci sualda, baxın, çevrənin içərisindəki 38, 69 və sual işarəsi bizim nəticəmizdir. Yəni biz kənar halqalardan 38-də almağa çalışacaq. 30-da 15-in cəmi edir 45. 45-dən mən 7-sini çıxsam 38-i alırım. İkincisidə yoxlayıram onun üçün. 5 ilə 8-in cəmi 85. 85-in 16-sını çıxsam qalır 69. Deyirəm ikincidə də ödəndi. Onda bunu üçüncüyə rahatlıqla tətbiq etmək olar. Götürəm 17 ilə 66-ını toplayıram. Edir 83. 83-dən çıxıram 12-sini qalır 71. Cavabımız olur C variantı. Bunu yazmışkən, keçək 12-ci suala. 12-ci sual qəbul tipli sualdır. Qəbulda çox sıxlıqla düşən sual tiplərindən biridir hətta. Məncə hətta rebuslarda birincisidir. Bu tipli suallarda baxın, iki dənə oxumuz var. Sağa baxan ox və sola baxan. Bu tipli suallarda iki əməliyyat gedir. Ya toplama çıxma gedir, ya da vurma bölmə. Çünki niyə? Oxlar bir-birinə əks baxır da elə. Onda burada iki əks əməliyyat gedir. Toplama çıxma və ya da vurma bölmə. İlk olaraq toplama çıxmadan başlasaq. 6 ilə 7-in cəmi edir 13. 13-dən 4 çıxsam qalır 9. 9-dan 8-in cəmi 17. 17-dən 5 çıxsam qalır 12. Demək, sağa baxan oxlarımız oldu toplama, sola baxan oxlarımız ise oldu çıxma. Buna uyğun olaraq biz 12-ni aldıq. İkincisi də yoxlayırıq. 16 ilə 1-in cəmi 17. 17-dən 7-sini çıxsam qalır 10. Onun üzərinə 3 gəlirəm 13. 13-dən 2 çıxıram, bərabər olur 11. Demək, ikincidə də ödəndi. Demək, biz bunu rahatlıqla üçüncüyə tətbiq edə bilərik. 0-dan 2-in cəmi 2. 2-dən 5 çıxıram, mənfi 3. Mənfi 3-ün üzərinə 9 gəlirəm. 6. 6-dan 1 çıxıram, bərabər olur 5-ə. Cavabımız oldu B variantı. Bunu da yazdıq. Keçid edək 16-cı suala. Çox maraqlı bir sualdır. Birinci çevrənin içərisindəki ədədlərdən biz ikinci çevrənin içərisindəki ədədləri almağa çalışacaq. Niyə? Çünki ox onu göstərir. Yəni ki, ikinci çevrə, sağdakı çevrə bizim nəticə hissəmizdir. Misal üçün biz 35-i almaq istəsək. 35 dedikdə ilk olaraq ağlımıza nə gəlir? Bilirəm, eşidirəm ki, deyirsiniz ki, 35-i almaq üçün mən 5-i 7-yə vura bilərəm. Onda sol tərəfdə 5 və 7-ni alıram. Bəli, baxıram ki, vardır. Deyirəm, 5-i 7-yə vursam edər 35. 35-i aldım. Hətta 9-u 1-ə vursam 9-u alıram. Baxın, 9-umuz da var. 4-ü 5-ə vursam 20-ni alaram ki, 20 də var. 3-ü 2-yə vursam 6 alaram ki, 6 da var. 9, 20, 6, 35. Hamısı burada var. Amma necə vardır? Demək ki, rəqəmlər əhalisini tapandan sonra ədədlər saat istiqamətindən bir adım çevrilib yazdırır sağ tərəfə. İkinciyə tətbiq edək. 5-i bura olsa etsin 15. 2-yi 2-yə vura etsin 4.
7 8'e vuraq 56, 4 9'a vuraq 36. Ədədləri aldıq. Geriyə nə qaldı? Bunların saat istiqamətində bir addım çevrilməsi. 15'i yazıram sağa, 4 düşdüm aşağı, 56 keçir sola, 36 ise qalxır yuxarı. Bu da bizim cavabımız. Uyğun gəlir o da A variantına. 36, 15, bu 15 değil mi? 12 yazmışam. 4 ve 56 cevabımız oldu A variantı. 17. sual. Remstar mövzusunda daha asan yollar var. Qeyri-aşlardan hətta daha asan bu mövzu. Niyə deyirəm? Çünki qeyri-aşlardan fərqli olaraq burada bizim oxşar figurlarımız olur. Remstarda isə qayda olaraq bunu yadınızda saxlaya bilərsiniz ki, oxşar qrupların figurları qruplaşdıra bilərik. Yəni bir götürə bilərik. Burada baxın 2 dənə silindirim var, 2 dənə də bayrağa bənzər figurum var. Elə? Onda silindirləri bir götürüm, bayrağa bənzər figurları da bir götürüm. Elə götürsəm, baxın burada 42 var, 14'ü var. 42'dən 14'ü almağa nə var ki? Götürüb 42'ni mən 3'ə bölsəm, 14'ü alaram. Və yaxud da tərsinə, 14'ü 3'ə vursam 42'ni alaram. İkincisində yoxlayıram. 36'nı 3'ə bölürəm, baxın 12'ni alıram. 96'nı 3'ə bölürəm, 32'ni alıram. Onda gəlin biz 72'ni bölək 3'ə, bərabər olsun 24'ə. 2 var, geriyə nə qalır? 4 qalır. Sualın da yeni yazıram 4. Cavabımız olur D variantı. Belə. 18-ci sualda sizə nə dedim? Dedim ki, oxşar figurları qruplaşdırır, belə deyil. Onda iş olaraq bura qeyd edim. 18-ci sualı tapşırıq olaraq götürün. Necə? Videomu burada dayandırırsınız. İlk olaraq 18-ci sualı həll etməyə çalışırsınız. Yəni, qruplaşdırırsınız. 25-16 kvadratın içərisində 1 götürürsünüz. 2 və 15 dairələr, yəni çevrələrin içərisində onları da 1 götürürsünüz. 25 və 6-dan, 2 və 15-dən 3-cüzanın içərisindəki 5-i almağa çalışırsınız. Təbii ki, bu ikisini toplayıb da ala bilərsiniz, vurub da ala bilərsiniz. Bu hissəsi sizə qalır. Videonu saxlayırsınız, həll etməyə çalışırsınız. Mən də həll edib cavabı alacağım. Sonra, alandan sonra cavabı baxın görə. Əgər düzdürsə, videonu dəfə like edin, sonra keçək biz ikinci suala. 25'i 6'ya vursam, edər 150. 2'ni 15'e vursam, edər 30. 150'ni 30'a bölürəm, bərabər olur 5'ə. 12'ni vuram 9'a, edir 108. 6'nı 6'ya vuram 36. 108'i 36'ya bölürəm, alıram desənin 3'ü. Yine burada eyni qayda, birinci və ikincide olduğu kimi. Figurları qruplaşdıraq, 24'ü vuraq 8'ə, hətta yazıram 24 vurulsun 8. Bölürəm bunu da 6 vurulsun 16'ya. 6 vurulsun 16'ya. Yazdım, 16 ile 8 getdi, burada qaldı. 2, 6 ile 24 getdi, cavabı 4. 4 tane 2'dən param, geriyə qalır 2. Cavabımız olur 2, yəni C variantı. Evet. Keçək yeni tip sualların izahına. Biraz da fərqli tiplər olsun. Misal üçün 20'ni sürətli formada deyə keçək, çünki 20'də biraz çatışmayan xüsusiyyət var. Həmçə xüsusiyyətlə, həmçə sənsiz izah edin. Sonra ikisi digər bir sual. Məsələ nədir? Əslində 9-cu sınıf xətti götürürsünüz birbaşa birləşdirin bu xəttin özünə. Yaxşı. Burada 6'ya birləşəndə siz deyirsiniz ki, bu ikisi arasında fərqli bir əməliyyat keçsin. Amma yox, bu xətt əslində burada olsa daha yaxşı olar. Mahiyyəti nədir? Götürüb kubun içərisindəki ədədləri bir-birinə vurur. 2'ni 5'ə, 5'i 6'ya, 6'na 9'a vurur. Nəticə etibarıyla alır 540. Burada da eyni qayda. Misal üçün 9'a vurur 27, 27'yi 20'ye vurur 540 alır. Burada da ədədlərin hasili 540'a bərabər olmalıdır. Onu vurub 2'yə 20, 3'ə vurub edib neçə? 20'ni 60. 60'ı neçə vuran da 540 edər 9'a. Sualın yerində 5 olmalıydı 9. Baxıram elə bir cavabım var. Bəli, var. Y variantı. Düzgün cavabınız olur sizin Y variantı. Biraz keçək yeni tip sualların izahına və daha çox əməliyyat tələb edən sualların izahına ki, sizə daha çox şəməni göstərməyə çalışaq və cəhd edək. Misal üçün 23-cü sualda. Burada təxminən 3 dənə fərqli əməliyyat var. İlk olaraq biz halqaların içərisinə baxsaq, 16, 64, 144, 121. Bunlar bizə yad ədədlər deyirlər, tanış ədədlərdir. Hardan tanıyırsınız? Ən azından bilirsiniz ki, 16 4'ün kvadratıdır, 64 8'in kvadratıdır, 144 12'nin, 81 9'un, 121 11'in, 100 isə 10'un kvadratıdır. Kənarlara yazdıq hansı ədədlərin kvadratıdır. İndi gələk mərkəzi hissəyə. Baxın, 3 ilə 7-ci cəmi bizə nə verir? 10'u verir. 4 ilə 7-ci cəmi 11'i verir. 5 ilə 4-cü cəmi 9 verir. 7 ilə 5-ci cəmi 12 verirsə, onda 7-ci cəmi bir gəlirəm ki, bu 8 alır. Hətta 1-dən üstündə cəmi 4 versin. Elin qiyməti neçə oldu? Baxın 1 oldu. Yazıram 1. Gəldi edik K-nın qiymətinin alınmasına. K-nı almaq üçün biz 110'a, 40'a, 32'yə, 96'ya, 108'ə diqqət edirməliyik.
Baxın 40 almaq üçün mən 4-ü vuraram ona. Alaram 40-ı. Onu vursam 11-i alaram 110-u. Misal üçün 4-ü 8-ə vursam 32, 8-i 12-ə vursam 96 alaram. Onu 9-u vuram 11-ə, etsin 99. Deyirəm kanun da qiyməti 99-dur. 99-u 1-ə vuram, bərabər olur 99. Cavabımız nə olur burada? Cavabımız olur D variantı. 28-dən əvvəldə görün. Daha maraqlı suallar var? Var. Misal üçün 27. Maraqlı və bir o qədər də çətin sual. Biz 3, 4, 5-dən 36-ını almalıyıq. 5, 9, 1-dən 135-i, 4, 7, 6-dan təbii ki 77-ni almalıyıq. Baxıram ki, birinci sırada olan ədədlərə baxın. 3-dür 36 verir, 4-dür 77 verir, 5-dür 135 verir. Sadəcə birinci sıradakı ədədə bir vahid artımı ilə sağ tərəfdə nəticə hissəsində ədədlərimiz kifayət qədər artır. Demək ki, burada işin içərisində kvadrat və yaxud da kub girir. 3-ün kubu 180 mən, edəm 27. 27-nin də üzərinə mən 4-dən 5-in cəmi olan 9-u gəlsəm, 36-nı alırım. Onda keçirəm ikincilə, üçüncüdə tətbiq etməyə. Görürəm alınır ya yox. 5-in kubu bərabər olur neçəyə? 125-ə. 125-i üzərinə mən 9-dan 1-in cəmi olan 10-u gəlsəm, alıram 135-ə. 4-ün kubu 64-ün üzərinə mən 7-in altın cəmi 13 gəlirəm. Bərabər olur neçəyə? 77-yə. Onda 2-in kubu 8-in üzərinə mən gələn 9-dan 0-ın cəmi olan 9-u. Bərabər olsun 17-yə. Cavabımız oldu D variantı. Qəbul bir sual deyil. Yəni ki, qəbula belə bir sual düşməz. Amma 28 sırf qəbul tipli sualdır. Həmçinin qəbul tipli sualdan olmaqla yanaşı, dövlət qulluğuna çox sıxlıqla düşən suallardan biridir. Dövlət qulluğu imtahanlarına düşəndə bəzən bu üçbucaq formasında, bəzən bu oval formasında, baxın belə verilir. Və içərisində burada olduğu kimi ədədlər yazılır. İndi keçək bunun həllinə. Baxıram ki, burada mənim 2 dənə üsubcağım var. Birinci üsubcağın içərisindəki ədədləri toplayaq. 7 ilə 5 üzərinə 12, üzərinə 14 gəlirəm, edir 26. 10 üzərinə 8-in cəmi bizə verir 21, üzərinə 5 gəlirəm, 26. Baxıram ki, birinci və ikinci üsubcağın içərisindəki ədədlərin cəmi bir-birinə bərabər oldu. Keçirəm bunu digərlərini tətbiq etməyə. Misal üçün, 28 ilə 7-in cəmi edir bizə 35, üzərinə 15 gəlirəm, bərabər olur 50-yə. İşinizdə yoxlayaq, 32 ilə 13-ün cəmi etdik 45, üzərinə 5 gəlirəm, 50. Baxdım, bəli, ikinci üsubcaqda da ədədlərin cəmi bir-birinə bərabər oldu. Onda sonuncuya bunu tətbiq edə bilər. 9-dan 16-ın cəmi edir bizdən 25, üzərinə 12 gəlirəm, 37. 8-dən 9-un cəmi 17, 17 üzərinə necə gəlirəm 37 etsin? 20 gəlirəm. Cavabımız olur 20, yəni C variantı. Yəni buna diqqətlə baxın, hətta videonu təkrar izləyin, təşkil beyninizə yazılana qədər. Çünki qəbula, dövlət qulluğuna və yaxud da başqa sektorlara, SOPAR olsun, Rabitə Nazirliyi olsun və yaxud da banklarda olsun, işlərə düzəltmək üçün təbii ki, məntiqdən imtahan verirsiniz. Həmçinin imtahanlarda bu suallar sizin qarşınıza rahatlı formada çıxa bilər. Ona görə bunları təkrar izləməyi sizlərə məsləhət görürəm. Mən sizə keçim 31-ci suala. Mən başda sizə demişdim ki, rebuslar qeyri-aşkar operatorlarla ardıcılıqlar mövzusu ilə oxşarlıq təşkil edir. İndi baxın, burada biz ardıcılıqlar mövzusuna uyğun olaraq bir misal qarşımıza çıxdı. Bunu həmişə mövzuya uyğunlaşdırıb həll etməliyik. Ardıcılıqlara sizə mən ifadə yazdırmışdım. Nə idi adı? Fibonacci. Demişdim ki, ədəd özündən əvvəlki 2 ədədin cəminə bərabərdir. Burada da həmişə qanuna uyğunluq keçərlidir. Misal üçün, mən 14-ü almaq üçün 10 ilə 4-ü cəmləyərəm. Həmçinin 10-u almaq üçün 8 ilə 2-ni cəmləyərəm. 12-ni almaq üçün 6 ilə 6-nı cəmləyərəm. 13-ü almaq üçün 8 ilə 5-i cəmləyərəm. Bu hissəsi əla. Geriyə qalır kanun qiymətinin tapılması. Baxın, 4-dən 14-ün cəmi 18, 8 ilə 10-un cəmi 18, 6 ilə 12-nin cəmi 18, 5 ilə 13-ün cəmi 18-i verir. Deyəm, kanun qiyməti olsun, baxın, 18. Bu da bizim ardıcılıqlara oxşar olan bir misalın izahı. Sonra, keçək 41-ci suala. Çox maraqlı bir sualdır. Biz nə demişdik? Oxşar oxlar, oxşar əməliyyatları bildirir. Elə biz burada çalışacağıq ki, həmçin prinsipə riayət edir. Misal üçün 256-dan 254 almaq üçün mən nə edərəm? 256-dan 2 çıxarım. 2-ni çıxdı. Sonra 256-dan 64 almaq üçün nə edərəm? 256-nı 4-ə bölərəm. Və 64-ü vuraram neçəyə? 4-ə vuraram. Baxın, 64-ün üzərindən 4 gəldikdə 68-i də alıb verəm.
Sonra 64'dən 4 çıxsam 60 alıram. Yəni çevrənin ətrafından çıxan oxlara diqqət edin. Üstünə 4 gəldik. 4-ə vurduq. 4 çıxdı. Onda 64-ü 4-ə vursam, bölsəm neçə alaram? Baxın. 16-nı alıram. 12 nə? 16. Bunu aldıq. Yəni mərkəzdən çıxan oxların hər biri 4 üzərində əməliyyatı bildirdi. Bir dəfə topladıq, bir dəfə vurduq, bir dəfə böldük, bir dəfə çıxdı. Bu hissəsi hazır. İndi gəlib bu çıx 2 məsələsinə. Baxın 256-dan 2-sini çıxdı, 254 qaldı. Elə? Sonra baxın. 16 üzərinə 2 gəlsəm 18 alıram. 16-ı 2-yə bölsəm 8 alıram. 60 üzərinə 2 gəlsəm 62 alıram. Onda 60-ı 2-yə vursam 120 edir. Demək ki, mərkəzdə 4 üzərindən əməliyyatdır. Kənarlarda isə 2 üzərindən əməliyyatlardır. Əməliyyatların özündə, yəni ki, sualda verilibdir. Geriyə nə qalır? Yerinə yetirilməsi qalır. 256-dan 2-sini çıxdı, 254 qaldı. 254-ün üzərində ondan 256 üzərində 2 gələk, alaq 258. Yəni K-nın qiyməti oldu 258. Hətta baxın 68-dən 2-sini çıxsam 66 alıram. 68-i 2-yə bölsəm 34 alıram. K-nın qiyməti oldu 258, 258. L-in qiyməti oldu 1. Başqa hansısa bir ədəd var? Yoxdur. Bizdən bəs nə istəyir burada? Baxaq, K ilə L-in elə qiymətini istəyir. 258 və daha doğrusu 12. Bir nə idi? Baxın burada nədir L-in qiyməti? 16. Hətta 16, 12. Biraz sistem yandı. Demək ki, məsələ nə oldu? Mərkəzdə 4-lər üzərindən əməliyyat oldu. Kənarlarda isə 2-lər üzərindən əməliyyatlar oldu. 64-ü böldüm 4-ə. 16-nı aldım. 256 üzərə 2 gəldim. 258 aldım. Cavabımız oldu 258 və 16. Belə. Oradan hansı variantı uyğun gəlir bizdə? Təbii ki, D variantına. İndi keçək yeni tip bir sualın izahına. Həmçinin möhtəşəm bir rebuslar sualına. 44-cü suala. Diqqətlə baxın. 44-cü suala. Görək bizdən nə istəyir? İlk olaraq mətni oxuyaq. D aşağıdakı şəkildə hər dairənin içərisindəki ədəd ona qonşu olan iki düz uzaqlıq içərisində yazılmalı olan natural ədədlərin hasilinə bərabərdir. X-in ala biləcəyi qiymətlərin cəmini tapın. Baxın, deyiş dairənin içərisində yazılmış, baxın bu 5. Ona qonşu olan 2, kvadratın içərisində yazılmalı olan, misalsın buraya x yazsa, buraya y yazsa, yazılmalı olan ədədlərin hasilinə bərabərdir. Yəni x-i mən y vursam 5-i alacam. 5-i almaq üçün mən hansı əməliyyatdan istifadə edirəm? Vurma əməliyyatından. Təbii ki, 5-i vuraram biləm. 5-i birə vursam nə alıram? 5 alıram. 5-i 3-ə vursam 15 alıram. Onda x-in birinci qiyməti olar? X bərabər olar 3 vurulsun 1-ə, yəni 3-ə. Bu x-in birinci qiymətidir. Bəs ola bilməz ki, burada 1 olsun, burada 5 olsun. Yenə də hasili 5-ə bərabər olur da. Niyə olmasın ki? Onda götürəm aşağı sizə, kvadrata yazıram 5, digərinə yazıram 1. Yəni 5-i 1-ə vururam, 5-i alıram. 5-i neçəyə vuran da 15 alıram. Daha doğrusu 1-i neçəyə vuran da 15 alıram, 15-ə vuran da alıram. Onda 15-ə vuran 5-ə alıram x-in ikinci qiymətini 75. 75. Bizdə nə istəyirdik? X-in ala biləcəyi qiymətlərin cəmini tapın. Onda mən üstən 75 cəmləyirəm, bərabər olur neçəyə? 78-ə. O da bizdə olur A variantı. Belə. Keçək yeni bir tip sualın izahına. Misal üçün 47-ci sual. Qəbul tipli bir sualdır. Qəbulda tanışan suallardan biridir. 47-ci sualda. Biz nə demişdik? Oxşar figurları bir qruplaşdırır. Burada bizim romblarımız var. Bir də kvadrata bənzər yarı oval formada figurlarımız var. Onların rombları biz götürsək. Misal üçün 96 kimi bundan baxsaq. 96-da 12 almaq üçün mən nə edirəm? 96-nı bölərəm 8-ə. Sonra bunu 63 kimi baxsam. 63-dən 9 almaq üçün 63-ü bölərəm 7-yə. 36-nı mən 6-ya bölsəm, bu içəridəki 6-nı ala bilərəm. 65-i 5-ə bölsəm 13 alıram. Baxın bölünmələrə 8, 7, 6, 5 formasını azalır. Onda mən 56-nı burada neçəyə böləcəm? Bəli, 4-ə böləcəm. 56-nı 4-ə böldürəm, bərabər olur neçəyə? 14-ə. Deyəlim cavabım olsun B variantı. Keçək yeni tip bir sualın izahına. Misal üçün olsun 53-cü sual. 53-dən. Yenə, birinci sevilənin içərisindəki ədədlərdən, ikinci sevilənin içərisindəki ədədləri alır. 6-dan mən 17 almaq üçün 6-nı vuraram 3-ə. Neçədə? 18. 1 çıxaram, 17-ni alaram. 3-ü vursam 3-ə, 9, 1 çıxaram, 8-i alıram. 8-i 3-ə vursam 24, 1 çıxaram, 23. 1-i 3-ə vuram, 3, 1 çıxaram, 2 alıram. İkincide yox ya. 10'u 3'e vuranda edir 30. 1 çıkıram 29. 5'i 3'e vursam 14. Çıkıram 1. Daha doğrusu 15. Çıkıram 1 14. 11'i 3'e vuram 33. 1 çıkıram 32. 9'u vuram 3'e
27 bir çıxıram, 26-nı alıram. Onda 4-ü vuram 3-ə. Esin isə 12. Bir çıxım, qalsın 11. 20-ni 3-ə vuram, 60. Bir çıxıram, 59. 15-i 3-ə vuram, 45. Bir çıxıram, 44. 7-ni 3-ə vuram, 21. Bir çıxıram, 20. Cavabımız olur 11, 59, 20 və 44. Yəni C variantı. Bunun paralelində digər tərəfdə 49-cu sual var. Yenə möhtəşəm bir sualdır. 49-cu sualda bu tipli suallarda hər zaman yadınızda saxlayın. Oxlar sizə qarşı tərəflər üzərində əməliyyat aparılmasını göstərir. Yəni qarşı tərəflər siz qruplaşdırasınız. 18-də 34-ü, 20 ilə 32-ni. 20 ilə 32-ni cəmi edir bizdə 52. 18-də 34-ün cəmi 52. Deyək, qarşı tərəfdə şərətlərin cəmi bir-birinə bərabərdir. İkinizdə yox deyirəm. 46 ilə 19-un cəmi 65. 27 ilə 38-in cəmi 65. Sonuncuya tətbiq edirəm. 40 ilə 14-ün cəmi edir bizdə 54. 7-nin cəmi 47 gəlirəm. Bərabər olur 54. Cavabımız oldu D variantı. 50-ci suala baxaq. Bəzi tələbələr var ki, sürətlə 2 qısa vurur və yaxud da sağdan 10 saniyə 10 saniyə ötürmüşüb. Gəlsin salsın 52-ci suala. Həllindən baxsın görək hansı tipə aiddir və necə həll olunur. Gəlin həmçinin tələbələr üçün də bu sualı izah edək. Baxın, misal üçün 8 və üstdən 24 almaq üçün 8-i vuraram 3-ə. 24 alaram. 7-ni 3-ə vursam 21. 2-ni 8-ə vursam 16 alaram. Elə. Onda 13-ü deyirəm 1-ə vurum, alım 13-ü. Elin qiyməti nə oldu? 1 oldu. Yazıram burada. El bərabərdir 1-ə. Bunu aldım. Sonra baxın görün başqa nə var? 4-ün neçə vurunda 28 edir? 7-yə vurunda. K-nın da qiyməti olsun 7. K da bərabər olsun 7-yə. El oldu 1, K oldu 7. 8-i 5-ə vursa 40 alınır. Digərlərini siz vura bilərsiniz. Baxın, 41-dən 2 dənə xətt çıxır. Biri 5-ə gedir, biri 4-ə gedir. Biz 5 və 4-dən 41 almalıyıq. 41 xatırlayırsa qeyri-aşırı operatorlarda, hətta şifrələr mövzusunda demişdim ki, bunlar sizə yad ədədlər deyirlər. Yəni ki, bunlara görə siz doğma qohumlarınızı görürsünüz. Bu ədədlər 41-i. Çünki sadə ədədlər bunu vura bilməkdir biz. Vura bilməksə bunu cəm şəklində göstərməliyik də. 41-i biz necə cəm şəklində göstərə bilərik? Kvadratların cəmi kimi. 16 və 25-in cəmi kimi göstərə bilərik. 16 bizdə 4-ün, 25 isə 5-in kvadratıdır. Yəni 4-ün kvadratı ilə 5-in kvadratının cəmi bizə 41 verir. Baxın 5-i də yazıb 4-ü yazıblar. Yəni 5-in kvadratı 25, üzərinə gəlsin 4-ün kvadratı 16. Bərabər olur 41. İkinizdə yox ya. 2-in kvadratı 4. 9-un kvadratı edir 81. 4 ilə 81-in cəmi 85 verir. 65-ə baxın. 8-in kvadratı 64. 1-in kvadratı 1. 64 ilə 1-in cəmi 65. 3-ün kvadratı 9. 2-in kvadratı 4. 9 ilə 4-ün cəmi 13. En oldu neçə? 13. Bizdən nə istəyir? Baxaq ona. Bizdən n çıxılsın k, yəni 13 çıxılsın 7, qaldı 6. O da çıxılsın l, yəni 6-dan da 1 çıxır, bərabər olur 5-ə. Cavabımız olur, baxın bu D variantı. Belə. 100 dənə fərqli əməliyyatı yerinə getirdik. 54-cü suala baxaq. Maraqlı bir sualdır. Rombun ətrafında ədədlər verib, bizdə istənilən ortadakı nəticə hissənin alınmasıdır. Baxın, bu 14-ün alınmasıdır. 14-ü almaq üçün mən 5-i 4-ə vururam, edər 20, 2-yi 3-ə vururam, edər 6. 20-dən 6-sını çıxaram, 14 qalar. 9-u 5-ə vursam 45, 6-ı 7-yə vursam 42. 45-dən 42-sini çıxaram, 3 qalır. 12-ni 8-ə vururam, 96, 9-u 7-yə vururam, 63. 96-dan 63-sini çıxacam, geriyə qalacaq 33, yəni D variantı. Sonra gələk buradan, daha maraq görək, nə suallar tapa bilərsiniz üçün. 80, 61. 61 tipli suallarda bizdə fiqurlar verilir. Başqa da heç nə yoxdur. Nəticə hissəsini 34 yazılır. Başqa heç bir rəqəm yoxdursa, biz burada fiqurların tərəflərin sayına baxa bilərik. Misal üçün, zaman tərəflərin sayı 3-dür, 5 uzaqlığın isə 5-dir. 3 ilə 5-dən 34 alaysın. Biz qohum ədədlər demişdik, 41, misal üçün, 65 vardı, sonra 80, səhv etmirəmsə 4 idi, ya 83 idi. Bunları biz necə aldıq? Həmçinin burada tətbiq edəcəksin. Yəni, nə isə cəmi kimi göstərdik. 34-ü biz hansı ədədlərin cəmi kimi göstərə bilərik? Təbii ki, 34-ü biz 9 ilə 25-in cəmi kimi göstərə bilərik. Bizim 9-umuz da var, 25-imiz də var. 9 baxın bu 3-ün kvadratıdır, 25 ilə 5-in kvadratıdır. Yəni tərəflərin sayını tapdığımız 3 ilə 5. Bunlar kvadratı yüksəldirik. 3-ün kvadratı 9, 5-in kvadratı 25. 9-a 25 toplayırıq, bərabər olur neçəyə? 34-ə. İkincisi də yoxdur ya bunu. Tərəflərin sayı 4-dür, tərəflərin sayı 1, 2, 3, 4, 5, 6, 7, 8, 8-dir. 4 və 8-dən 80 lazımdır. Nə dedik?
İlk olarak kvadrata yüksəliş. 4-ün kvadratı 16, 8-in kvadratı 64. 16 ile 64'ün cəmi baxın 80'i verir. Burada 4 ve 6. 4'ün kvadratı 16, 6'ın kvadratı 36, cəmi 52'ni verir. 4, bu ise neçədir? 1, 2, 3, 4, 5, 6, 7. 7. 4'ün kvadratı 16, 7'nin kvadratı 49. Cəmi bizə neçə verəcək? 65 verir. Cavabımız olur B variantı. Gələk burada bir neçədən yetik sual var. Onları da izah edək. Misal üçün 59-cu sual. 59'da. Bu tipli suallarda biz təbii ki, ədədlərin rəqəmləri zəminə baxa bilərik. Ədədlərin öz zəminə baxa bilərik. Misal üçün bizə nə istəyir burada? K-nın qiymətini istəyir ki, K-nın qiymətini tapın. Onun üçün bizə hətta burada nümunə verildi. Və demişdik, ya ədədin özünün zəminə baxacaq, ya da onun rəqəmləri zəminə baxacaq. Biz 13 almaq üçün, baxın, 4, 2, 16 üzərindən əməliyyat yapıra bilərik. 4 ilə 2 zəmin edir 6. 16 rəqəmləri zəmin, 1 ilə 6 zəmin edir 7. 7-nin 6 zəmin 13 verir. Təbii ki, digərlərini də yoxlaya bilərik. Görə rəqəmlər zəmin həqiqətən 18, 12, 15 verəcək. 18-ə gedir. 4-ün 6 zəmin 10, üzərinə 8 gəlir, 18. 8-in üzərinə 1 gəlirəm, edir 9. 9-un da üzərinə 3 gəlirəm, baxın, 12-ni alıram. Gəl son olaraq 15'ə baxaq. 15'i almaq üçün 1-dən 6-ın zəmin 7, 1-dən 4-ün zəmin 5, 1-dən 2-nin zəmin edir 3. 7-dən 3-ün zəmin 10, üzərinə 5 gəlir, baxın 15 alır. Demək ki, məsələn nədir? Rəqəmləri zəmində. Hətta qeyri-aşırı operatorda da bu tip suallar var idi. Nə edirdik? Operatorun solunda və sağında 2 rəqəmli ədəd var idi. Biz dedik ki, rəqəmlərin sayı 3 və üstdən çoxca toplayırıq. Təbii ki, sayı 4 deyə ilk olaraq əməliyyatımız orada toplamaq. Burada da eyni qaydanı tətbiq edirik bir növü. Rəqəmləri zəmin tapırıq. Kanı tapmaq üçün biz 1-dən 5-i toplayarıq. Neçə edər? 6 edər. 1-dən 3-ün zəmi neçə edir? Bizdə 4 edir. 1-dən 1-in zəmi 2 edir. 4-dən 6, 10, üzərinə 2 gəlirəm, 12. Kanın qiyməti oldu 12. Gəlir N'in tapılmasına, N'in tapaq. 5-dən 3-ün zəmi neçə edir bizdə? Edir 8. 8 üzərinə neçə gəlirəm 15 alması üçün? 7 gəlir. Onda N'in qiyməti ya birbaşa 7 olacaq, ya da rəqəmləri zəmi 7 olan bir ədəd olacaq. K oldu 12. K'nın qiyməti 12'dir. Baxın, cavab variantlarında K'nın qiyməti necə verir? 12 verir. N'in qiyməti nə olacaqdı? Rəqəmləri cəmi 7 edən bir ədəd olacaqdı. Baxın, burada 8 D variantı yanlışdır. 16. 1-dən 6 cəmi 7 edir. Demək, cavabımız olduğunda A variantı. Yəni, rəqəmləri cəmi tapırsınız, kvadratın içərisindəki kanallara qeyd edirsiniz. Son olaraq 70-ci suala baxın. 70-ci sualı biz izah etdik. Bayaq mətni oxuduq. Mətndə nə deyildi? Hətta gəlin bir də təkrarçılıq olsun, oxuyaq. Aşağıdakı şəkildə hər dairənin içərisindəki ədəd ona qonşu olan iki düzbucaqlının içərisində yazılmalı olan natural ədədlərin hasilinə bərabərdir. X-in ala biləcəyi ən böyük qiyməti bu səfər istəyir. Necə? Yəni, baxın. Biz bu 9'u almaq üçün ona qonşu olan 2 dənə kvadratın içərisindəki, buna x deyək, buna da y deyək, 2 dənə kvadratın içərisindəki ədədlərin hasilini tapacaq. Yəni, x də y-in hasili bizə neçə verəcək? 9 verəcək. X-in ala biləcəyi ən böyük qiymət tapır. Onda gəlin görə x hansı qiymətləri alır? İlk olaraq onu yoxlayaq. İlk olaraq 3'ü 3'ə vursam mən 9 alıram. Belə 3'ü 9'a vursam 27 alıram. 9'u 3'ə vursam 27 alıram. X-in qiyməti, birinci qiymətləri olsa 27. Təbii ki, 9'u 3'ə vuraraq yox, mən 9'u 1'ə vuraraq da 9 ala bilərəm. 9'u 3'ə vursam 27 edər, 3'ü də 1'ə vursam 3 edər. X-in ikinci qiyməti olsun 3. Təbii ki, 9'dan 1'i mən 7'ni də dəyişə bilərəm da burada. Yəni 1'i 9'a da vura bilərəm da. Gəlin o qayda baxaq. 1'i 9'a vursam alıram 9. 1'i 27'ye vursam 27'ni alıram. 9'u da 27'ye vursam edir 243. 243 ise yakın bilirsiniz, üstü 5'dir. Təbii ki, bu isə hələ işsiz lazım deyil. X-in qiyməti nə oldu? 243. X 3 dənə qiymət alır. 27, 3 və 243. Ən böyük bizə nə olur? 243 olur. Evet, cavabımız olur nə? Baxın. C variantı. Hətta belə edək, bu sonuncu misalımız olmasın. 2 dənə çox maraqlı misal var. İstəyərəm ki, siz onların həllərini biləsiniz. Misal üçün 71. 71-ci sualda. Baxın. Sol tərəfdə figurlarımız verir. Ona görə sağ tərəfdə disturumuz yazılır. Misal üçün 4A yazılır. Yəni rombun içərisindəki A-nı vurub 4-ə. 2C, dairənin içərisindəki C-ni vurub 2-yə. B-ni isə olduğu kimi saxlayır. Sonra bunların cəmini tapıb bölüb 2-yə. Disturumuz budur. Həmçinin disturu biz digərlərinə tətbiq edəcək.
Burada 14 verir. Görək həminki düsturdan biz 14 ola biləcəyik. Rombu da 70-i 4-ə vurmuşuq. Onu 4-ü 4-ə vururam. Neçədir? 16 edir. 16-ın üzərinə, baxın 2-dir. Dairənin içərisindəkiləri 2-yə vurmuşuq. Onda 3-ü vuracam 2-yə. 16-ın üzərinə 6 gələcəm. Və 6-nın da üzərinə birini olduğu kimi saxlamışıq. Deyə biz də 6-nı da olduğu kimi saxlayacağıq. 16-nın üzərinə 6 gəlir. Və bunları bölürəm 2-yə. 16 üzərinə 12 gəlir. 2-yə bölsəm, yəni 28-i 2-yə bölsəm, bərabərdir 14-ə. Baxıram, bəli, düsturumuz doğrudur, özünü ödəyir. 14-cüyə tətbiq edirəm bunu. Rombun içərisindəki 2-ni vururam 4-ə, edir 8. 9-u vururam 2-yə, edir 18. Digər 8-i isə olduğu kimi saxlayıram. Bunları cəmləyib bölürəm 2-yə. 16 üzərinə gəlsin 18 bölünsün 2. Yəni 34 bölünsün 2 bərabər olur 17. Cavabımız nə oldu? 17. Baxa şöyle 17 cavabı var. Var. Cavabımız demək oldu? Cevabı. Son olaraq bir dənə maraqlı sualımız var. Sürətli formada gələk ona. Misal üçün 79-cu sual. 79-u da izah edirəm. Burada videonun geçmişdir. Çox maraqlı bir sualdır. Yenə mətni oxuyaq. Şəkildə müəyyən qanuna uyğunluğa malik ədəd piramidası verilmişdir. Baxın, piramidamız verilir. Amma piramidamız tərsinə formadadır. Yuxarıda aşağıya doğru verildi. Eyni qanuna uyğunluğa malik olan digər piramidada x nəyə bərabərdir? Biz bu x-in qiymətini tapacağıq. Baxın, nümunəni verib. Burada nümunəni nə verirsə, biz eynisini bura tətbiq edəcəyik. Baxın, 4 ilə 6-nın zəmi 10-dur. 6 ilə 8-in zəmi 14-dür. 8 ilə 10-nun zəmi 18-dir. 10 ilə 14-ün zəmi 24, 14 ilə 18-in zəmi 32, 24 ilə 32-in zəmi 56. Bu hissəsi məncə aydındır. Ondan başqa 4-dən 6-ya 2 vayda artır, 6-dan 8-ə 2 vayda artır, 10-dan 8-ə 2 vayda artır. Və yaxud tərsinə də deyə bilərik. Deyək ki, 10-dan 8-ə 2 vayda azalır, 8-də 2 vayda azalır, 6 olur, 6-dan 2 vayda azalır, 4 olur. Nə dedik? Soldakını eynisini sıra tətbiq edilir yaxın. Onda x 2 vayda azalsa, burada nə olur? X sıx 2 olur. Bura bizdə x sıx 4 olur, burası x sıx 6 olur. Yəni 2 vahid soldakı necədirsə, burada eyni qaydada azalır. 8 ilə 10-nun cəmi 18 etmirdi. Onda x sıx 2 ilə x-in cəmini biz aşağı yazılır. X sıx 2, üzərində x bərabər olur isə 2 sıx 2. Demək aşağı oldu 2x sıx 2. Bunu tapdım. X sıx 4 ilə x sıx 2-in cəmini aşağı yazılır. 2x sıxılsın, bu da edir 6. 2x sıx 6. Qeyd etdik bura. X sıx 6 ilə x sıx 4-ün cəmini aşağıya yazsaq, 2x sıxılsın 10 edir. Bunu da yazdıq. Baxın, 10 ilə 14-ün cəmi bizə 24 vermişdir. Onda 2x sıx 10 ilə 2x sıx 6-ın cəmi bizə nə verəcək? 3x sıx 4-ü verəcək. Yazıram burada. 2x sıx 10 üzərinə gəlsin. 2x sıx 6 bərabər neçəyə? 3x sıxılsın 4-ə. 2x ilə 2x-in cəmi 4x sıxılsın 16 bərabərdir 3x sıxılsın 4-ə. X də bərabər olur 16-dan 4-ünü çıxsam 12-yə. X-in qiyməti nə oldu bizdə? 12 oldu. Bizdən x-in qiymətini istəyir, cavab olur elə 12. Cavabımız nədir? A variantı. Belə. Digərlərdə demək olar oxşar qaydalarla həll olunur. Yəni 4 riyazi əməl toplama, çıxma, vurma, bölməni yerinə getirsiniz. Baxdınız ki, bu 4 riyazi əməl köməyinizə çatmır. Keçirsiniz nəyə? Kvadratlara və kublara. Yəni sizə qeyri-adi bir riyazi əməl burada verməz. Misal üçün kombinasyona getmək, üstü 4-ə getmək falan. Bu tipli suallar olur. Sadəcə 4 dənə riyazi əməl siz bilsəniz, qəbulda da demək olar 4 dənə riyazi əməl köməyinizə çatır. Toplama, çıxma, vurma, bölmə. Ən pis ehtimalda siz kvadrata və ya da kubada yüksəldərək bütün misalları, aid misalları həll edə bilərsiniz.